Təhsil naziri Gibi Mikanadze Marneuli və Qardabani bələdiyyələrindən olan məktəblilərin valideynləri ilə görüşdü. Nazir təhsil sistemində davam edən islahatlar və gələcək planlar barədə danışdı. Görüş sual-cavab formatında keçdi. İştirakçılar onları maraqlandıran suallara ətraflı cavab alma imkanı əldə etdilər. Görüşdə mərkəzi və yerli hökumətlərin nümayəndələri iştirak edib. Ölkə daxilində təhsil sistemində davam edən proseslərdə valideynlərin iştirakını gücləndirmək məqsədilə bu formatda görüşlər keçirilir. Marneulidə Qardabanlı və Marneuli şagirdlərlə abituriyentlərin valideynləri ilə görüşdük. Biz ümumi və ali təhsil istiqamətində planlaşdırdığımız reforma barədə onlara məlumat verdik. Görüşümüz maraqlı formatda keçdi. Valideynlər tərəfindən məlumatlar aldıq. Aktual müzakirəyə qoyulacaq fikirlər irəli sürdülər. Yeniliklərə pozitiv baxdıqlarını öyrəndik. Pedaqoqlar və valideynlərlə görüşdük. Təhsil sahəsində olan gələcək yeniliklərdən danışdıq. Çox faydalı görüş oldu. Nazirin səsləndirdiyi təşəbbüslərin hər biri çox maraqlı idi. Onlara bütün planlarında və proqramlarını həyata keçirilməsində uğurlar arzulayıram. Son 24 saat ərzində ölkə daxilində həyata keçirilən kompleks tədbirlər nəticəsində Daxili İşlər Nazirliyinin Baş Cinayət Polisi İdarəsinin əməkdaşları Baş Prokurorluqla birlikdə hakimin qərarı ilə cinayətkar aləmlə əlaqəsi olan 44 nəfəri həbs ediblər. Nazirliyin məlumatına görə xaricdə yaşayan qanuni oğrular da daxil olmaqla daha 7 nəfər qiyabi ittiham olunub. Onların bəziləri artıq cəza çəkmə müəssisəsinə yerləşdirilib. Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən hakimin qərarı əsasında aparılan gizli istintaq nəticəsində cinayət törətməkdə ittiham olunan şəxslərin sözdə oğurluq məhkəmələri təşkil etdiyi və sözdə oğurluq qərarları verdiyi müəyyən edilmişdir. Onlar cinayətkar aləmin nümayəndələri, o cümlədən qanuni oğrular Levan Margiya və Nodar Şukagidze ilə əlaqəli olublar. Şəxsi mənfəət əldə etmə məqsədi ilə sözdə oğru qaydalarına uyğun olaraq vətəndaşlar arasında maliyyə və cinayət mübahisələri üzrə qərarlar qəbul edərək, sonra isə tərəflərə ödənişlər tətbiq ediblər. Müəyyən müddətlərin pozulması halında onlar fiziki cəza və ölümlə hədələnirdilər. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan 223 və 236-cı maddələri ilə aparılır. Salka bələdiyyəsində aşkarlanan korrupsiya işi çərçivəsində Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Sameba kənd inzibati ərazisindəki merin nümayəndəsini rüşvət alma ittihamı ilə həbs ediblər. İstintaqın məlumatına görə dövlət məmuru vətəndaşa saxta sənədlər təqdim etmək və vermək müqabilində minləri rüşvət alıb. Faktla bağlı 6 ildən 9 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan Cinayət Məcəlləsi ilə araşdırma aparılır. Salka bələdiyyəsində korrupsiya işi aşkarlanıb. Merin Sameba inzibati ərazisindəki nümayəndəsi rüşvət alma ittihamı ilə həbs edilib. İstintaq zamanı məlum olub ki, dövlət məmuru vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlara yalan məlumat verib. Bu işdə təqsirləndirilən şəxs 20 ton kartofun mənşəyi barədə saxta sənədlər hazırlayıb satmaq müqabilində minləri rüşvət alıb. Dövlət məmuru cinayət üstündə həbs edilib. Bu işdə rüşvət almağa görə cəza 6 ildən 9 ilə qədər azadlıqdan məhrum etmədir. Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş Bölməsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz alınması, saxlanması və satışına kömək etmə ittihamı ilə 2 nəfəri həbs ediblər. Onlardan biri xarici vətəndaşdır. Axtarış nəticəsində hüquq mühafizə orqanlarının əməkdaşları 500 ədəd həb və təxminən 2 kiloqram qurudulmuş marixuana müsadirə ediblər. Cinayətə görə 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası nəzərdə tutulur.